Salam əziz şagirdlər, yenidən xoş gördük hər birinizi. Uşaqlar, həyat bilgisi fənnindən bugünkü dərsimiz sağlam qidalanmadır və gəlin bu mövzu üzrə ev tapşırıqlarına nəzər salaq. Tapşırıq 1. Hansı sağlam qidadır? Dərsdə öyrəndiyiniz məlumatlara əsasən, yəqin ki, siz əminəm ki, nə hamburgeri, nə də o şirin qidanı seçməyəcəksiniz. Bəli, ən sağlam qida verilənlər içərisindən pomidordur. İkinci tapşırıqda verilmiş qidalardan hansılar sağlam qidadır onu seçib səbətə yığmaq tələb olunur. Yəqin ki, biz hamımız səbətə eyni məhsulları qoyacağıq. Bunlar olacaq alma, yumurta, banan, ət də faydalıdır, bibər və portaxal. Yerdə qalan qidalardan isə bacardığımız qədər uzaq durmaq tövsiyə olunur. Sağlam və zərərli qidaları cədvəl üzrə yerləşdirin. Artıq mən inanıram ki, siz dərsdə diqqətli idiniz və bu qidaları bir-birindən asanlıqla seçə bilərsiniz. Baxmayaraq ki, bəzi qidaları biz sevirik, elə ekranda da onlardan görürük, amma bu o demək deyil ki, bizim sevdiyimiz hər qida bizim üçün faydalıdır. Deməli, tort sevsək də bunu çox yemək zərərlidir. Çünki şəkərdir və şəkərin bədənimizə, dişlərə mənfi təsirləri barədə biz dərsdə danışmışdıq. Ketçup bu qidalara daxildir, hamburger zərərli qidalardandır. Digər qalanlar isə çiyələkdir, üzümdür, kartofdur. Baxın, bunlar faydalı qidalardır. Həsən tez-tez xəstələnir. Bunun qarşısını almaq üçün o hansı qidaları qəbul etməlidir? Onları işarələyin. Uşaqlar, yəqin ki, Həsən öz immunitetini qaldırmalıdır. Siz də bu barədə düşünürsünüz, yəni belə düşünürsünüz və bunun üçün də o mütləq sağlamlığa faydası olan qidalarla qidalanmalıdır. Əlbəttə, armud faydalı ola bilər, limon faydalı ola bilər, balıq və salat faydalı ola bilər. Çalışın sizin də menünüzdə sağlam qidalar üstünlük təşkil eləsin. Bu işdə sizə uğurlar arzulayıram. Növbəti dərsdə görüşərik.